növbəti sualım Rəşid müəllimədir, təbii ki. Amerika dövlət katibi Hillary Clinton Bakıya səfəri zamanı iyulun 4-də bəyan etdi ki, gənclərlə görüşündə ümid edir ki, blogerlər azadlığa buraxılacaqdır və Azərbaycan hökuməti qarşısında bu məsələni qaldırıbdır. Bununla yanaşı, dünyanın aparıcı, nüfuzlu, beynəlxalq insan haqları təşkilatları, o cümlədən Amerika Dövlət Departamenti, Norveç hökuməti, Almaniya, Avropa Şurası, ATƏD, çox saylı jurnalist təşkilatları blogerlərin həbsini sifarişli adlandırıblar, onların azadlığa buraxılmasını Azərbaycan hökuməti qarşısında qaldırıblar. Azərbaycan hökuməti blogerləri azadlığa buraxmamaqla nə qazanır? Ümumiyyətlə, bu bəyanatlara belə biganəlik haradan qaynaqlanır? Buna səbəb nədir? Məncə, əsas bu, onların həbsinə gətirən səbəbin özü elə, həm də onların ilə buraxmamasının indiki səbəblərindən biridir. Yəni, söhbət bundadır ki, əgər kimsə deməli, bu hansısa kimlərinizə xoşuna gəlməyən ifadə azadlığından istifadə edibsə, onların xoşuna gəlməyən dərəcədə müəyyən sərt tənqidə yol veribsə və s. onlar cəzalandırılmalıdır və onların elə cəzalandırılmalıdır ki, onlar başqaları belə bir həvəsə düşməsinlər. Yəni, faktiki olaraq ifadə azadlığının belə istifadə edənlərin belə gözünü qorxutmaq məqsədi daşıyır. Ona görə indi də azad etməkdən yalnız qazanc bundan ibarət ki, ölkə daxilində kimlərinsə səsləri kəsilsin və gələcəkdə bu qorxu altında ifadə etməsinlər. Amma beynəlxalq aləmdə əlbəttə heç bir qazanc yoxdur. Beynəlxalq aləmdə daimi olaraq Azərbaycan və onun hökuməti demokratiyanı boğan, avtoritar bir rejim kimi ad çıxarırlar və bu adda daimi olaraq Azərbaycana yalnız zərər gətirir o baxımdan ki, yəni Azərbaycanla münasibətlərdə hər zaman bundan istifadə olunur Azərbaycan əleyhinə qarşı. Blogerlər həm də vicdan məhbusu kimi dünyada tanınıblar. Dünyada belə jurnalistlər varmı ki, vicdan məhbusu kimi tanınsın, sonra da həbsxanada qalsın? Dünyada belə jurnalistlərdən elə biri İnullah Fətullayevdir, məsələn. Və dünyanın bir sıra ölkələrində, mən konkret adları çətinlik çəkirəm deməyə, amma həbsdə olan jurnalistlərin olduğu ölkələr, məsələn, İrandır, Kubadır, Şimali Koreyadır, sonra Belarusda var və s. Yəni, bir sıra ölkələr var ki, bu cür deməli, ad çıxarıblar və bu rejimin sərtliyindən asılıdır və rejimin beynəlxalq bu belə münasibətlərə, təsirlərə nə dərəcədə reaksiya verməsindən və necə reaksiya verməsindən asılıdır hər bir ölkədə. Əlbəttə, belə şəxslər var, amma təəssüf ki, bunlar yalnız pis ad çıxarmış ölkələrdə var. İsa'xan müəllim, Avropa İnsan Haqları Məhkəməsində belə bir presidentlər varmı ki, vicdan məhbusu olan jurnalistlər, ümumiyyətlə insanlar həbsxanada saxlanılır? Yəni, bu necə qəbul edilir? O, Avropa Məhkəməsinin araşdırma predmetinə daxil olmayan məsələdir. O, beynəlxalq təşkilatın özünün meyarlarına əsasən hər hansı jurnalist vicdan məhbusu sayılır. Bir qayda olaraq bu beynəlxalq amnistiya təşkilatının kriteriyalarına əsasən və qəbul edilmiş qaydaya görə 3 ay müddətində, əsasən 3 ay müddətində belə şəxslər azad edilməlidir. Ancaq şübhəsiz ki, həbsdə olan şəxslər var və Rəşid bəy dediyi kimi İnullah Fəthullayev elə buna bir nümunə sayıla bilər. Və bu, Azərbaycanın hüquq sistemi üçün nə deməkdir? Yəni, bax, jurnalistlərin belə həbsi, sonra məhkəmələrin belə qərarı, ictimaiyyətin etirazı, beynəlxalq təşkilatların etirazı və onlar yenə də həbs edilirlər. Azərbaycanda bir ümumi məhkəməsizlik hökm sürür və məhkəmə hakimiyyətinin müstəqil olmaması araşdırmanın qərəzli aparılmasına səbəb olur və bu müstəqil məhkəmə hakimiyyəti bərqərar olmadıqca biz yeni belə nümunələr görəcəyik. Çox sağ olun, təşəkkür edirəm mənim çətin suallarıma, cavablarınıza görə.